9-cu turaldıq. Birinci sualda deyir, paraqrafın əsas məğzi nədir? Burada deyir ki, kameralar hər tərəfdədir müasir dövrdə. Yəni hər tərəfimiz kameradır və deyir ki, nəsə vacib, önəmli, böyük bir hadisə baş verəndə deyir ordinary citizens, yəni sadə insanlar bu telefonlarda şəkillər paylaşır. Not photojournalists, yəni ki, fotoqraflar deyil, fotojurnalistlər deyil, sadə insanlardır ən birinci bunu paylaşanlar. Yəni telefon kamerasını çıxardıb, çəkib paylaşıb, bundan da hər tərəfə yayıldı. Deyir ki, quality still matters, yəni ki, keyfiyyət məsələsi vacibdir. Yenə də vacibdir, hələ də vacibdir. Amma ki, ondan daha vacib olan şey instant. Yəni nəyinsə dərhal paylaşılmasıdır. Yəni sürətlə paylaşılma daha vacibdir. Nəinki keyfiyyətli paylaşılması. Bir sözlə deyir ki, yəni belə tez paylaşılma vacibdir müasir dövrdə, keyfiyyət ondan önəmli deyil və bunu edən sadə insanlardır, jurnalistlər deyil. Buna uyğun C variantıdır. Yəni C variantında deyir ki, böyük dramatik nəsə hadisə baş verəndə əməkörlər, yəni ki, həvəskarlar bunu çəkir paylaşır, professionallar yox. Yəni ilk olaraq the first images, ilk şəkilləri bu sadə insanlar paylaşır. O biriləri niyə götürmür? Məsələn, burada variant deyir ki, fotojurnalistlər edir, amma bizim mətnimiz deyir ki, not. Yəni bunlar deyil, sadə insanlar edən. B variantında bu şəkillərin sayının artmasının effekti, yəni sual altında da deyir, dəqiq deyil. Burada bizim mətnimizdə effekt var, ümumiyyətlə heç nə demirdi. Sonra D variantında deyir ki, applarla, yəni telefondakı hansısa aplikasiya ilə, yəni proqramla şəkillərin dəyişilməsi, yəni Photoshopla nəsə iş görmək barədə deyir burada, amma bizim mətnimizdə yenə də şəkillərin dəyişdirilməsi barədə danışmır, şəklin sürətlə tez anında yayılması barədə danışır. Və Y variantında da demokratiya barədə danışır. Mən mətndə demokratiya barədə bir şey görmədim. Yox, orada yəni ki, demokratiyaya xeyirdir, onun üçün daha yaxşıdır. Yəni mətndə o barədə demir. Özdəki fotoqrafçılar tərəfindən şəkillərin çəkilməsi, amma bizdə mətndə deyir ki, sadə insanlar tərəfindən çəkilib paylaşılır. İkinci sualda biz neynirik? Quoted speech-dən reporta da çeviririk. He asked. Baş cümləmiz keçmişdədir. Baş cümlədəki feili dəyişməyəcək. Məsələn, burada asks-dır. Bu getməlidir. If you were in my position, what actions would you take? Burada bizdə mood cümləsidir. Conditional mooddur. Burada conditionalda nə görürüksə, onu olduğu kimi də qaytarmalıyıq. Məsələn, burada will veribdir. Sonra fikir verin, burada if-in tərəfi, yəni ki, mürəkkəb cümlənin baş və budaq tərəfi bir-birindən dəyişibdir, onda problem olmur da. Yəni if sağda da ola bilər, solda da ola bilər. Amma ki, məsələn, would-un yeri hardadır? Əlbəttə ki, if-dən birbaşa sonra would ola bilməz. Ona görə if-dən birbaşa sonra would gəldiyi variantı çıxmalıq. Məsələn, baxın, burada if-dən sonra would verilibdir. Yəni dəyişiblər, səhv olubdur. Sonra D variantında burada bu tərəfi, yəni ki, action tərəfini burada da mən burada if görüm, if I had been in his position, if I were in position, belə were-nü had-binə çeviribdir, bu da səhvdir. Biz mudda dəyişiklik etməməliyik. Eləcə də Y variantında baxın, would take verilibdir bizim cümləmizdə, amma burada would have taken olubdur, dəyişibdir. Bax, bunu da çıxdıq. Qaldı B variantı. He asked what actions I would take. Görürsünüz, would take kimi qalıbdır. I were position. Burada da I were position. Olduğu kimi qalıbdır. Yəni, mudda dəyişiklik etmirik. Mudda feilləri hər hansı formasına görə dəyişməməliyik. Sonra 3-ə baxırıq. Burada cümləni complete eləyirik. Mount Everest, the world's tallest peak, is so high that. Avtomatik that gəlir, çünki bu bağlayıcı belədir də. So, that və such, that. So, Y variant olur burada cavab. Elə hündürdür ki, onun it's often covered in dense fog. Hə, onun yuxarısı dumanla örtülü olur. So, that. Vəssalam.
Burada dördüncü sualda dialoqu tamamlamalı. Mia soruşur ki, sən Great Wall of China'da olmusanmı? Matthew nəsə deyir. Olmusanmı sualının cavabı ya hə ya yox olacaqdır. Çünki bu ümumi sual cümləsidir. Ümumi sual cümlələrinə yes no questions deyilir. Yəni bunun cavabı ya yes olmalıdır, ya no olmalıdır da. Yəni ya təsdiq ya inkar bir cavab verməlidir. Sonra Mia deyir ki, you should definitely plan a trip. Yəni mütləq ora getməlisən də. Hə, deməli bu nəsə yox deməlidir ki, olmamışam. O da deyirsən ki, sən ora mütləq getməlisən. You won't regret it. Yəni peşman olmazsan. O da deyir ki, I will for sure. 100% gedəcəm. Əlbəttə ki, gedəcəm. Yəni burada nə götürə bilərik? B variantı no, but I would love to visit someday. It's on my bucket list. Yəni siyahımda var, planımda var ora getmək. Yəni getməmişəm, amma getmək istərdim. Deməli bu birinci suala no ilə cavab verir ki, getməmişəm. Sonra da bildirir ki, getmək fikrim var. Mia da deyir ki, hə, getsən əla olar, heç peşman olmazsan. Bu da deyir ki, əlbəttə gedəcəm. A variantında deyir ki, yəni yes no cavabı yoxdur burada. Yəni ki, mənlik deyil də. Fikrimdə yoxdur belə bir şey. I'm not sure, but I heard. Yəni getmisən ya yox, əmin deyiləm. Əmin deyiləm niyə? Yes no verməlisən bunun cavabını. Have you? I have. D variantı deyir ki, getmişəm. Axı Mia deyir ki, getsən əla olur, deməli getməmişəm deməlidir. Tapdıq ki, yəni yox tipli cavab verməlidir də. Y variantında deyir ki, yəni gəzmək mənlik deyil də, gəzmək həvəskarı deyiləm. Axı bu sonra deyir ki, gedəcəm, deməli gəzmək həvəskarı deyiləm sözünü deməməlidir burada. 5-ci sualda düzgün nida axtarmalıyıq. A variantında is. Baxın, is this. Nə is it this evening? Burada it is olmalıdır da, yəni inversiya baş verib deyə səhv nida cümləsinin inversiya olmamalıdır. B variantında was to be feilidir. To be feili link verbdir. Ona görə zərf yox, sifət tələb edir. Buna görə B variantı səhvdir. C variantında what a stunning view, yəni what cümləsində iki mübtəda lazımdır. View of the mountain biridir, your terrace ikinci mübtədadır, xəbər özü yerindədir, ismin qabağına sifət gəlibdir, ismin artiklı qabağa keçibdir. C variantı düzgün nidadır. Y variantında problem odur ki, what olan cümlədə iki mübtəda olmalıdır. Burada sadəcə surprise var və surprise'dan sonra artıq xəbər gəlibdir. İkinci mübtəda yoxdur. D variantında isə məsələ odur ki, time flies. Fly burada hərəkətli feildir və o zərf tələb edir. Yəni burada how quick yox, how quickly olsaydı düz ola bilərdi. Yəni bu hərəkət zərf tələb edir. 6-cı sualda bizdən istəyir ki, cümləni impersonal passive çevirək. Impersonal passive-də isə impersonal adından göründüyü kimi şəxssiz mübtəda ilə başlamalıdır. Yəni it olanlara baxmalıyıq. Bu it deyil, bu da deyil. Sonra belə deyirik ki, bax baş cümlədə the local say. Bax bu bizim baş cümləmizdir. Burada baş cümlə mübtədasını atırıq. Yəni the locals gedir. Say indiki sadə zamandadır. Ona görə də is said olmalıdır. It is said. Burada can be said, yəni modalla ifadə olunub deyə səhvdir. B və Y variantları arasında qalırıq. İndi B-də görürük ki, hələ ki Y ilə düz gəlir, eyni gəlir. Can be pulled, bir də are pulled verilibdir. İndi budağa baxırıq da, yəni zətdən o tərəfə. Can pull, yəni ki modalına verilibdir. Modalın da passivi necə olur? Ortasına be plus participle to artırılmaqla. Ona görə də can be pulled olacaq. Yəni B variantı. İndi baxırıq 7-ci suala. Biz burada paragrafı mənaca tamamlamalıyıq. Baxın, paragrafda nə danışır? Ümumi baxaq. Paragraf avtomobillə başlayırsa, deməli bu avtomobil barədədir. Yəni paragrafın əsas məğzi avtomobillər barədə olmalıdır. Yəni bir-iki bütün mətnlərdən filan başlanğıc nədən başlayırsa, mövzu o barədədir. Deyir ki, o vaxtlar indi bu bir kəsikdir də. Hansı vaxtlardan söhbət gedir, dəqiq bilinmir. Hər halda o vaxtlar deyir avtomobillər artıq yavaş-yavaş yeni bir nəqliyyat növünə çevrilməyə başlamışdı və orada faralara ehtiyac duyulurdu. Deməli faraları yox imiş də. Orada deyir ki, faralara ehtiyac than those for trains qatarlara nisbətən daha çox idi. Özdə necə ehtiyac daha güclü
lazım idi də. Yəni ki, belə dayanıqlı olmalı idi onların faraları. O da niyə? Çünki deyir, maşın yolları qatar yollarından daha kələ-kötür idi. Ona görə də maşınların faraları daha möhkəm olmalı idi. Daha möhkəm bir şeyə ehtiyac var idi. Və həmçinin maşınlarda buxar generatorları, yəni buxar mühərrikləri qatarlarla müqayisədə daha kiçik olmalı idi. Çünki qatar böyük nəqliyyatdır, avtomobil təbii ki, kiçik nəqliyyatdır. Burada A variantı olacaq cavab. Deyir ki, bu tələblərə, bu kəskin tələblərə tələblərin kəskin olmasına baxmayaraq Columbia Electric Car şirkəti, yox, Columbia Electric Car, elə maşının özünün adıdır. Artıq 1898-ci ildə elektrik faralarla təchiz olunmuşdu. Təchiz olundu. Görürsüz, burada avtomobillə başlayıb, deməli, deyir ki, avtomobilə ehtiyac var idi, filan problemlər var idi və bitiririk ki, bu problemlərə baxmayaraq, filan ildə bu işi etmək alındı. Axır ki, alındı bunu etmək. İndi o biriləri niyə götürmürük? B-də görürsüz, ancaq traindan danışır. Qatardan danışır. C variantı. Ancaq qatardan danışır. Burada deyir qatar. D variantı. Qoy görüm burada. Deyirsən bu da ancaq qatar idi. Görürsüz, ancaq qatardan danışır deyib bunlara çıxırıq. Biz axı maşınları üstün tutmuşuq bu mətndə. Bizim nəzər nöqtəmiz maşına yönəlibdir. Qatara yox. D variantında ümumiyyətlə alovdan söhbət gedir. Biz burada alovdan danışmırıq, biz burada faradan danışırıq. Faranın işıq verməsindən danışırıq. Hansısa başqa cür yanan lampalardan danışmırıq axı. Yanacaqla yananla yox. Faralardan danışırıq. O da elektrik bir şeydir. Eləcə də Y variantı fayədən söhbət gedir. Neyinirik ki bunu? Biz faradan danışırıq. Farada hansıdır? Qoyum headlamps, bax budur. Lampadan danışır. Bu fire, flame, bu alovlardan söhbət getmir burada. Yaxşımı? Ki, külək üfürür, söndürür, nə bilim nə. Fara nədir? Elektriklə işləyən bir işıq vericidir. Və mətndə avtomobilə yönəlibdir. Ona görə də cavabı da avtomobilə uyğun olmalıdır. 8-də hansı cümlədə subject verb agreement düz işlənibdir? O da B variantıdır. Baxın. Sözündə əvvəlki söz uzlaşmalıdır. Complexity təkdədir. Requires təkdir. Sonra team kollektivdir. Kollektivin xəbəri tək də ola bilər, cəm də ola bilər. Burada tək kimi verilibdir. Yəni düzdür burada. O birlərdə problem nədir? A variantında. Both and-in xəbəri cəm olmalıdır. Həz ola bilməz. C variantında most of the. Bu mostun altında matchla many gizlənir. Ona görə də uzlaşması isimdən asılıdır. Information təkdədir və indicate cəm xəbərdir, səhvdir. D variantına baxırıq. Along with the students bu cümlə üzvünün əlavəsidir. Cümlənin əsas mübtədası professordur. Professor da təkdədir. Ar ola bilməz. Y variantında isə not only but also-nun xəbərə yaxın olanı uzlaşır. Experience cəmdir, xəbərə yaxın user'dır. Yəni technology yox, user'dır. User təkdədir, experience cəmdir. User yox, experience burada xəbər deyil, xəbər play'dir. Baxın, user experience bu bir isimdir, user experience. Play burada xəbərdir, experience sözü həm isimdir, həm də fiildir. Ona görə çaşdım, onu dedim birinci. Play xəbəri, baxın, cəmdədir, user experience təkdədir. Belə uzlaşa bilməz. 9-da biz cümləni görürsüz verballara qoymalıyıq. Bu da elə kompleks obyektdə öyrəndiyimiz bir şeydir. Try özündən sonra to tələb edir. Buna görə to olmayanlar çıxaq. Bax bu getdi, bu getdi. Try to be convincing people. Bu infinitivin davam edicisi to be convincing. Infinitivin davam edicisi yaxşı tutaq ki, burada davam edicinin olub olmadığını bilmirik. İndi zəncirvari bağlantıya görə convince people to. Axı convince üçüncü qrupdur. Ona görə də özündən sonra to təbilir. 1-dən 2-də yoxdur, 3-dədir deməli. Deməli, burada people'dan sonra yenə də to-lu infinitiv gələcək, o da Y variantıdır. Yəni, burada bax, bare infinitivdir, burada participle-dur. Bunlar çıxır, qalır Y variantı. Try to ilə işlənir, to convince qoyduq. Convince to ilə işlənir, to cut down-unu qoyduq. 10-da düzgün söz qoymaq, o da deyir ki, yeni bir produktu
launch eləyəndən bəri, yəni ki, satışa çıxarandan bəri şirkətin nəyi artıbdı? Revenue artıbdı, yəni gəliri. Revenue gəlir deməkdir. O biriləri niyə çıxır? Philanthropist o xeyriyyətçidir, insansevərdir, xeyriyyətçidir. Vicinity ətraf, nə bilim, məkanlardır. Sonra testimony şahidlikdir, sübutdur. Bir də revenue-ya oxşayan venue var. O da yer, məkan deməkdir. Bu sözlərin hamısı sinif sözlərinin içində var. Baxa bilərsiniz. 11-də düzgün inversiyanı seçməliyik D variantıdır. Not until the sun sets should you continue your journey through the forest. Baxın, until bağlayıcıdır. Zaman budaq cümləsinin bağlayıcıdır və biz də bilirik ki, bağlayıcı olan tərəf budaq cümlə adlanır və həm də bilirik ki, budaqda inversiya eləmirik. Baş tərəfdə inversiya olmalıdır. Baxın, A variantında budaqda inversiya var. B-də budaqda inversiya var. Sonra C variantında not until the sun sets, hələ ki budaqda heç bir şey yoxdur. You should continue. Burada bəs baş cümlədə niyə inversiya olmadı? Səhvdir. E variantında not until sets. Burada əsas fe'lin inversiyasıdır. Bu da səhvdir. Budaqda inversiya eləmirik. 12-də cümləni qurmaqdır. O da C variantıdır. Bəzən belə çox uzun cümlələr olur, amma imtahanda əslində bu qədər uzun düşmür. Ən rahatı variantlarla yoxlamaqdır. Bir-bir variantları yoxlayın. Yəni özünüzdən cümlə qurmağa çalışmayın. Çünki burada baş budağın harda olacağını bəri başdan bilə bilməzsiniz. Nida cümləsinin, sual cümləsinin, inkar cümləsinin, əmr cümləsinin nə olduğunu bəri başdan bilə bilməzsiniz. Ona görə də birdən əvvəlini özünüzdən deyərsiniz, sonra tez variantı seçərsiniz, amma axırı səhv olar. Ona görə ən gözəli variantla yoxlamaqdır. Gəlin C-ni yoxlayaq. While money can provide financial security and opportunities, it's essential to remember that it doesn't guarantee happiness or fulfillment. Yəni ki, while burada qarşılaşdırma mənasında bağlayıcı kimi işlənibdir. Hə, pul bizə financial security verir, bizi opportunity ilə təmin edir, yəni bizə müsbət cəhətlər verməsinə baxmayaraq, həmçinin də mənfi cəhətləri var. O bizə, nə bilim, hansısa xoşbəxtlik falan bəxş edəcək demək deyil. Bax, belə bir cümlədir. 13-cü sualda mətn qurmalıyıq. Burada bizə ən kömək edən vasitə nədir? Məsələn, əvəzliklə mətnə başlamasaq yaxşı olar da. Bax, 4-də it was created. Nə yarandı? Əvəzliklə başlayıb deyə bu A və D variantını çıxırıq. Bunlar əvəzliklə başlayıbdır. Bizə konkret bir söz lazımdır. 2 ilə də başlaya bilmərik. Çünki yenə də this festival, bu festival, hansı festival? Hələ ki, əvəzlik verməməliyik. Sonra 3-ə baxırıq. Flock to this event. Yəni ki, deyir ki, dünyanın hər tərəfindən bu eventə gəlir. Hansı eventə gəlir? Yenə də bilinmir 3 ilə də başlama. Amma 1 ilə başlayırıq. Bir konkret cümlədə orada əvəzlik yoxdur. Adətən konkret isimlərin adı çəkilir. Konkret isim deyəndə, yəni konkret mücərrəd mənada demirəm. Yəni dəqiq bir şeyin adı çəkilir və ilk dəfə məlumat verildiyi üçün adətən qeyri-müəyyən əvəzliklər işlənir. Bax belə, növbəti cümlələrdə müəyyən əvəzliklər ola bilər, sonra əvəzliklər ola bilər. Mən çalışdırmayım, müəyyən artikellər, qeyri-müəyyən artikellərlə başlamalıdır, sonra növbəti cümlələrdə müəyyən artikellər verilir, əvəzliklər verilir. Bax, bu cür şeyləri növbəti cümlələrə saxlamaq lazımdır. Sonra 14-cü sualda to be accustomed to vərdiş etmək, öyrəşməkdir. Vərdiş etmək, öyrəşmək sözünün də sinonimləri nədir? Get used to, bir də be used to, yəni biz də onu seçməli, o da C variantıdır. Görürsünüz, heç o birisi variantlarda, yəni üstünə nəsə xət falan çəkməmişsin, çünki dərhal çıxırılır. A variantında was used, bu sadəcə istifadə etmək fe'linin məhçuludur. B variantında used to, bir zamanlar edərdim, indi etmirəm. D variantında I need to get something used as I can't afford. Aha, istifadə olunmuş bir şey, burada istifadə etmək fiili participle to kimi işlənib. Necə bir şey? İstifadə olunmuş bir şey, yenisini ala bilmək. Yəni ikinci əl bir şey nəsə alır. Burada Y variantında isə use,
Burada da istifadə etməkdir. Çünki istifadə etmək fiili təsiri fiildir, özündən sonra obyekt elə bilir. Bir dənə C variantıdır ki, is used to, yəni to be used to və ya to get used to, o vərdiş etmək, öyrəşmək deməkdir. O da to be accustomed to-nun sinonimi olur. 15-də düzgün fraza qoymaq. Bu frazalarında biz hamısını keçmişik. Bəlkə də hələ keçməmişik, keçəcəyik. Sözünlü birləşmələrdir. Mənasından deməli fall apart götürüb, fall apart tökülüb dağılmaq deməkdir. Deyir ki, uzun illər, yəni diqqətsiz qaldığına görə, diqqət edilmədiyinə görə bu köhnə ev artıq tavanda krışası su axıtmağa başladı, divara dağılmağa başladı. Yəni ki, fall apart olmağa başladı, tökülüb dağılmağa, sökülməyə başladı deməkdir. 16 ən sevdiyimiz sual növüdür. Subject clause seçməliyik. Mübtəda budaq cümləsi. Mübtəda budaq cümləsi necə olur? Belə tapırıq ki, əvvəlcə başdan budağı düzgün yerində ayırmalıyıq. Bağlayıcı olan tərəf budaq cümlə adlanır. Why? Burada bağlayıcı olan tərəflə başlayıb cümlə, deməli bu cümlə budaqla başlayıbdır. Əgər bu cür budaqla başlayıbsa, baş cümlə necə ayırırıq? İkinci mübtədanın başladığı yerdən kəsməliyik. Biz də görürük ki, ikinci mübtəda görünmür, amma ikinci xəbər var. O da remainsdir. Yəni, bax, buradan kəsirik də, company-dən kəsdik. Why she chose to leave the company? Pauza. Remains a mystery. Remains a mystery bizim baş cümləmizdir. Why tərəfi, yəni bağlayıcı tərəfdə budaq cümləmizdir. Budaq cümləni tapdıqsa, gəlin onu hələ ki baxmayaq. İndi baş cümləyə baxırıq ki, nə var? Remains a mystery. Baş cümləmiz nə ilə başladı? Xəbərlə. Baş cümlə xəbərlə başladısa və mübtədasını görmürsə, gözümüz mübtəda görmürsə, deməli bu nədir? Mübtəda budaq cümləsidir. Əgər bu izah sizin üçün hələ ki aydın deyilsə, narahat olmayın. Budaq cümlələri keçəndən sonra daha da aydın və asan olacaq. Digərlərinin nə cümlə olduğunu gəlin tapaq. Deməli, baxın, bağlayıcı ilə başladığı yerdən kəsdim. Bax, bu bizim budağımızdır. Gəlin bunun üstünü örtüm. Baş cümləyə baxaq. The question is. Baş cümlədə nə görür? The question mübtədadır. Is nədir? Link verbdir. Link verb yarımçıq xəbər adlanır. Harda link verb gördünüzsə ki, link verbdən kəsildi cümlə, yarımçıq xəbərdir və yarımçıq xəbər olan şey xəbər budaq cümləsi adlanır. Deməli, A nə oldu? Xəbər budaq cümləsidir. C-də bağlayıcıdan kəsdim. Gəlin budağın üstünü örtüm. Baş cümləyə baxıram. I don't understand. Mən başa düşmürəm. Nəyi? Təsiri feildir də, başa düşmürəm. Nəyi sualına tələb edir? Əgər təsiri feillə bitirsə, cümlə kəsilirsə təsiri feildən və nəyi sualı tələb edirsə, deməli bu nədir? Tamamlıq budaq cümləsidir. D-yə baxırıq. Bax, buradan bağlayıcıdan kəsdim. Bax, bu budaqdır. Bax, bu bizim budağımızdır. Və the reason was poor communication. Bax, bu bizim the reason isimdir. Əgər budaq cümlə isimdən sonra gəlirsə və o ismin necəliyini, o isim barədə əlavə məlumat verirsə, bu təyin budaq cümləsidir. Səbəb. Hansı səbəb? Nə səbəb? Filan şeyin baş verməsi səbəbi. Reason why ümumiyyətlə götürülür təyin budaq cümləsi kimi. Özünüzü öldürməyə də bilərsiniz burada. Reason why görsəz təyin budaq cümləsidir. Çünki reason isimdir, isimdən sonra da nisbi gəlirsə, ya nisbi əvəzlikdir, ya nisbi zərfdir. Nisbilər gələn yer artıq adlanır təyin budaq cümləsi. Və Y-yə baxırıq. He didn't come to the party explaining why. Explain. Bax, why-dan artıq, bax, bu bizim budaq cümləmizdə explain, izah elədi. Nəyi? Filan şeyi. Bu da olur tamamlıq budaq cümləsi. Çünki baş cümləmiz nə elədi? Təsiri feillə bitdi. 17-ci cümlədə hansı cümlədə numeral correctdir? Correct olan D variantıdır. Baxaq. A conventional metal hanger takes 10 people 5 days. 10 people 5 days. One made a set up just 6 people 2 days. Burada problem görmədim. O birilərdə nədir problem? A variantında one of Z. Çatışmır ki. One of Z olmalıdır. Sonra B variantında bu defisli söz görürsünüzmü? Bunu hələ biz noundan, yəni ən birinci dərsdən demişik ki, defislə yazılan sayılı isimli birləşmələr mürəkkəb sifət hesab olunur və mürəkkəb sifətdə, yəni defislidirsə, mürəkkəb sifətdəsə artıq orada şəkilçi olmaz, cəm şəkilçisi olmaz,
apostrof şəkilçisi olmaz. Buna görə də bax bu variant səhvdir. C variantı the first olmalıdır. Yəni bu adi bir məsələdir. Sıra sayıdır burada. The first olmalıydı. Və Y variantı da percent sözü cəmlənmir heç vaxt. Sadəcə percent kimi işlənir. Bunda numeraldan öyrəndiyimiz şeylərdir hamısı. 18-də deməli bizə bir cümlə verilir və deyir ki, essential meaning, yəni express the essential. Cümlənin əsas mənasını hansı başqa bir cümlə daşıyır. Yəni ki, bir sözlə cümləni parafraz etmək deməkdir də. Yəni cümləni oxuyursan, mənasını başa düşürsən və mənasını saxlamaqla cümlənin harasınsa dəyişirsən. Mənanı dəyişmək olmaz. Özümüzdən nəsə əlavə eləmirik, özümüzdən nəyisə çıxartmırıq. Məna olduğu kimi qalmalıdır. Burada nədir? Every drop of human blood contains a history book written in the language of our genes. Bu biraz şeydir, bədii ifadə olunmuş bir cümlədir. Deyir ki, insanın qanının bir damcısında bizim genlərimizin daşıdığı bir kitab qədər tarix daşıyır. Bizim bir damcı qanımız genlərimizə aid bir kitab qədər tarix daşıyır. Nəysə. İndi burada nə deyir? A variantında deyir ki, a drop of blood contains information that can reveal a person's ancestral history. Deyir ki, qanımızın bir damcısında o qədər məlumat var ki, o məlumatın sayəsində insanın nəsil nəcabətin bütün tarixini aşkar etmək olar, araşdırmaq olar. Görürsünüz, yəni verilən cümlə biraz bədii ifadə idi. Mənası da A variantında açıqlandı ki, bir damcı qanda o qədər məlumat var ki, genetikamıza aid məlumat var ki, ondan bir kitab qədər tarix yazmaq olar. Yəni hər şeyi açıb tökmək olar ortaya. O biriləri niyə götürmürük baxaq? Məsələn, B variantında organization var, təşkilat. Hardan çıxdı bu söz? Bu bizə lazım deyil. Sonra, baxın, a history book, burada bir kitabdan söhbət gedir. Bədii ifadədir, təbii ki, real kitabdan söhbət getmir. C variantında kitablara çeviribdir, cəmləyibdir. Yəni, özündən nəsə əlavə edib bura. Bir kitabdan söhbət gedirdi, burada cəmləyibdir deyə səhvdir. Sonra D variantında qarşılaşdırma bağlayıcısı gətiribdir. Bizim cümləmizdə qarşılaşdırılacaq heç bir fikir yazılmayıbdır. Ona görə də qarşılaşdırma lazım deyil bizə. Və Y variantı ümumiyyətlə dəxlisiz bir cümlədir. Deyir, bütün dünyadakı insanların genomu, yəni genetikası falan faiz qədər üst-üstə düşür. Ümumiyyətlə, bax, bu faiz özündən çıxıbdır. Bütün dünya sözü özündən çıxarılıbdır. Yəni ki, Y variantı tamamilə dəxlisizdir. Burada bizə verilən cümlə ilə üst-üstə düşən heç bir şey yazılmayıb. 19-da cümlə sözlərin mənasını birləşdirməliyik. Abuse C variantıdır. İstismar deməkdir. Use for a bad or wrong purpose. Pis məqsədlə, yanlış məqsədlə istifadə etmək, onu istismar etməkdir. 2. Unemployment, işsizlik olduğu. People who don't have unemployment. People deyil axı unemployment. Unemployed olsaydı people olardı. Who don't have a job, işi yoxdur. 3-də dreadful, qorxuducu, cause and fear, shock or suffering və core da əsas başlıca nüvər deməkdir. O da the basic part of something, neyinsə əsas hissəsi deməkdir, nüvəsi, əsas hissəsi. Bu sualda rise ifadələrini qoymalıyıq. Birinci cümləyə rise to qoyulacaq. Hazır birləşmədir. Rise to the occasion və rise to the challenge. İkisi də çətinliyə qalib gəlmək deməkdir. O çətinliyə qalib gəldi və çox yaxşı performans göstərdi. Çox yaxşı çıxış etdi. Burada indi rise-ı elə hazır formada qoyublar bare infinitiv kimi. Yəni zamana salmayıblar. Orada fikir verməyin zamana düşməməsinə. Əsas məsələ mənadır. Rise to the occasion və rise to the challenge. Çətinliyə qalib gəlmək. İkinci cümlədə rise ilə xüsusi bir şey deyil. Sadəcə up elə yuxarı mənasındadır. Yəni həmişəki mənadadır, ənənəvi mənasında. The horse rose up when it heard the thunder. Şimşək səsini eşidəndə at qalxdı. Yəni bizdə deyirlər şahə qalxdı. Sevməsə elə deyirlər. Yəni adi rise up yuxarı qalxmaq deməkdir. Üçüncü cümlədə də olacaq rise above. Burada rise above artıq fraza mənasındadır. Mənfi şeylərlə işlənir.
Məsələn, rise above the pain, rise above bad luck, rise above difficulty məhəl qoymamaq və imkan verməmək mənasındadır. O ağrıya məhəl qoymurdu, yəni xəstəliyin ona verdiyi ağrıya məhəl qoymurdu, xəstəliyə imkan vermirdi ki, onu pis vəziyyətə salsın və çox yumorik idi, yəni özünü şən aparırdı. Deməli, rise above nə oldu? Məhəl qoymamaq və imkan verməmək. 21-də də lay-lay fe'llərin formasıdır. Burada bizdən səhvi istəyir, diqqət olun və Y variantı səhvdir. Burada had laid fikir verirsiniz, obyektli fe'l veribdir, amma bu fe'ldən sonra obyekt yoxdur. In bed yazılıbdır, söz önünə birləşmə məkan mənasındadır orada. Yəni uzanmışdı. Burada obyekt yoxdur. Amma laid nədir? Obyektli fe'ldir. Had laid keçmiş bitmiş zamandadır. Obyektli fe'li obyektsiz verib deyə səhvdir. Amma o biri cümlələrə baxaq. Baxın, laid obyektlidir, the plants obyekti var. Laid obyektlidir, the table obyekti var. Lie down, görürsünüz, lie obyektsizdir, down'dakı sözünüdür. Burada uzandı mənasındadır, biraz istirahət etdi mənasında obyektsizdir və elə obyektsiz fe'ldə qoyublar. D variantında lie about burada yalan danışmaq mənasındadır. Öz uğurların barədə yalan danışma, nə bilim nəmə. Burada lie nə oldu? Yalan danışmaqdır. Heç uzamaqla zaten əlaqəsi yoxdur. 22-ci sualda simple sentence verir bizə, sadə cümlə veribdir və bu sadə cümləni neyini composite çevirməliyik. Composite deyəndə ümumiyyətlə mürəkkəbdir. Composite ümumi mürəkkəbdir. Fərqi yoxdur, tabelidir ya tabesizdir. Elə composite mürəkkəbdir. Hansından olur olsun, təki mürəkkəb olsun. Mürəkkəbin də əsas göstəricisi nədir? Ən azı 2 mübtədanın 2 xəbərin olmasıdır. Cümləni, bizə verdiyi cümləni oxuyaq. By this global match. Burada 3 dənə sadə cümlə veribdir. Bunları biz birləşdirməliyik, bir cümlənin içinə salmalıyıq. İndi A variantı nə olur? Baxın, the global economy bir mübtəda had expanded, onun xəbəridir. Handling large quantities of guns became. Handling burada mübtədadır, became onun xəbəridir. Genot mübtəda olaraq, orada genot kimi mübtəda. Leading toward paper cruelty. Leading several societies to make. Burada vergüllə ayrılıb burada participle ifadəsidir. Yəni burada baxın, economy bir mübtədadır, had expanded onun xəbəridir. Handling bir mübtədadır, became də onun xəbəridir. Bu həqiqətən də mürəkkəb cümlə oldu. O biri cümlələrdə baxın altına xətt çəkmişəm ki, nəyə görə onlar mürəkkəb hesab olunmur. Çünki onlarda 2 mübtəda 2 xəbər yoxdur. Baxın, due to economic handling many coins becoming. ING ilə veribdir. Belə xəbər ola bilməz axı. Burada verbaldır. Bu xəbər deyil. Shifted, society shifted. Bax, burada bir mübtəda bir xəbərdir. Başqa mübtəda xəbər yoxdur. Sonra C variantına baxırıq. Handling many coins becoming. Yenə burada. Bu ING-dir. Bu davam edici zaman deyil. Sadəcə ING-dir. Sadəcə ING-dirsə bu xəbər deyil. Burada da shifting sadəcə ING-dir. Bu xəbər deyil. Yəni C variantı ümumiyyətlə cümlə deyil. Burada mübtəda xəbər yoxdur. D variantına baxırıq. Large quantity became. Handling became bir mübtəda xəbərdir. Leading to make. Başqa yoxdur. Baxın, bu xəbər deyil. To make. Verballar xəbər olmur. Yaxşımı? Tək participle'dır. Tək participle one, tək participle two, tək infinitive. Bunlar xəbər olmur. D variantında yalnız bir mübtəda xəbər var. Bu mürəkkəb deyil. Y variantında the economy had expanded. Bir mübtəda bir xəbərdir. Sonra tək participle xəbər deyil. Sonra yox, bu handling-i bircə dəqiqə. Handling large quantities of goods became. Əslində Y variantında handling mübtədadır və became də onun xəbəridir. Burada da 2 mübtəda 2 xəbər var. Amma indi təzədən oxumalıyıq, görək bu Y variantı niyə səhvdir. Deməli, burada nəsə pozubdur gedişatı. Mənasını zadım pozub yəqin. Burada due to filan şeyə görədir. Filan şeyə görədir, səbəb bağlayıcısıdır. Bizə verilən cümlədə səbəb bağlayıcısı yoxdur. Yəni because of, duty, as, bu kimi səbəb bağlayıcısı bax bu cümlədə yoxdur. Görürsünüz, burada səbəb bağlayıcısı yoxdur.
3 dənə cümlədə arda-arda birləşibdir. Yəni orada due to, because of bu kimi səbəb yoxdur. Yəni bir sözlə Y variantında sırf bu bağlayıcıya görə səhvdir. Çünki belə baxanda mürəkkəb olmanı mürəkkəbdir. Amma bağlayıcı səhv verilib deyə cümlənin mənası tamamilə dəyişibdir. İndi 23-də də tərsinə iş görəcəyik. Burada bizə kompozit veribdir, yəni mürəkkəbdir. Kompozit nədir? Ümumiyyətlə mürəkkəbdir, bir fərqi yoxdur. Tabeli ya tabisiz. Biz bunu simple-a çevirməliyik. Simple-da da nə olur? Ancaq bir mübtəda bir xəbər axtarmalıyıq. Cümləni bir dəfə oxuyaq görək nə danışır orada. While oja görür ki, nəsə yəqin qarşılaşdırma mənasındadır. Critics say there are risks associated with genetically altering our food. Yeməklərin genetik dəyişilməsi barədədir. O bizə clear benefits, yəni benefit verməsinə baxmayaraq, tənqidçilər deyir ki, onun bizə riskləri də var. Bax, görürsünüz, baxmayaraq mənası var bu cümlədə. Belə, deməli, foods seem bir mübtəda xəbərdir. Critics say ikinci mübtəda xəbərdir. İndi sadə cümlə seçməli. In spite of the apparent benefits of biotech foods, critics bir mübtəda highlight ikinci bir mübtəda bir xəbərdir. Başqa mübtəda xəbər yoxdur. Bu sadə cümlədir. Ancaq bir mübtəda bir xəbərdir. O biri cümlələrə baxaq. Apparent benefits of biotech foods, critics deməli, critics highlight associated risk from genetic owing to filan şeyə görə. Bax, bu bağlayıcıya görə. Əslində burada da bir mübtəda bir xəbərdir, amma owing to filan şeyə görə filan şeyin sayəsində deməkdir. Amma bizdə while nə bağlayıcısıdır? Qarşılaşdırma bağlayıcısı bu sayəsində və görə deməkdir. O səbəb bağlayıcısıdır. Sonra critics highlight bir mübtəda bir xəbərdir. According to filan şeyə əsasən deməkdir. Amma bizə filan şeyə əsasən yox, bizə qarşılaşdırma bağlayıcısı lazımdır. Sonra D variantı mürəkkəbdir. Baxın, foods seem, critics say, bu mürəkkəbdir. 2 mübtəda 2 xəbərdir. Bizə sadə lazımdır. Və Y variantına baxırıq. Bu da mürəkkəbdir. Foods seem, critics say. 2 mübtəda 2 xəbər. Bu da oldu. Hələ C variantını çıxdıq da, düzdür? According to-ya görə çıxdıq. Əslində burada da bir mübtəda bir xəbərdir. O üçün D və Y variantı hələ də mürəkkəb olduğu üçün çıxırıq. A və C variantında isə owing to və according to bağlayıcıları başqa məna verirdi, çıxırıq. Biz cümləni sadədən mürəkkəbə, mürəkkəbdən sadəyə çevirəndə bağlayıcılarla çox diqqətli olmalı, çünki bağlayıcı birbaşa təsir edir cümlənin mənasına. Yəni, səbəbdirsə nəticə kimi verməməliyik, qarşılaşdırmadırsa səbəb kimi verməməliyik. Yəni, bağlayıcının mənasını olduğu kimi saxlamaq lazımdır. 24-də deyir ki, proverb, no pain, no gain mənası nədir? Yəni, əziyyət çəkməlisən, xeyrini də görməzsən, belədir. O da C variantıdır. Achieving your goals often requires hard work, effort and facing challenges along the way. Yəni, öz məqsədlərinə çatmaq istəyirsənsə, bu yolda çox çətinliklərlə qarşılaşa bilərsən, facing challenges, yəni çətinliklərlə üzləşə bilərsən, çox cəhdlər etməlisən, çox work hard, çox səylə çalışmalısın və s. 25-ə baxırıq. Burada sinonimlər seçməli. 3 ilə 4-dür. Threat və hazard ikisi də təhlükə, qorxunc bir şey deməkdir. Track və chase ikisi də iz, cığır, izləmək, arxasınca getmək deməkdir. Sonra famine acılıqdır, abundance çoxluqdur, bolluqdur. Bunlar sinonim deyil. Resistance və surrender bir-birindən antonimidir. Çünki resist sinə gərməkdir, qarşı durmaqdır. Surrender isə əksinə geri çəkilməkdir. Scatter səpələmək, garner isə toplamaq deməkdir. Bunlar da sinonim deyil, bunlar antonimdir. 26-da biz scientist və research sözünü verməliyik. Mən də üstündən biraz çox xət çəkmişəm. Ümid edirəm, rahat görürsünüz yazılar orada. Deməli, research'dır və bu research'ı da climate change barədə eləyiblər. Bu research kimin research'ıdır? Scientistlərin research'ıdır. Yox, scientist bir adamın research'ıdır. Deməli, alimin araşdırması. Alimin araşdırması deyəndə, araşdırma aliminkidir də. Yəni, bu iki isim arasında yəlik
mənası verməliyik və yelek mənasını da whose-la veririk, çünki insanın yəliyidir də. The scientist whose research on climate change has gained international recognition. Bax belə, yəni insanın yəliyidir deyə whose qoyuruq. Sonra baxın, A və C variantında əvvəlcə research verib, sonra scientist verib. Scientist research-a aid deyil. Research scientist-ə aiddir. Ona görə bizim əsas mübtədamız scientist olmalıdır və B ilə D-ni niyə çıxırıq? Çünki məsələn B-dəki zət yəlik əlaqəsini verə bilmir. Bunu biz hələ əvəzlikdən öyrənmişik və D variantında of whom-u çıxırıq, çünki insanın yəliyi nisbi kimi ancaq whose-la verilir. Of whom yəliyi yoxdur. Ancaq whose yəliyi var. Cansızın yəliyi olsaydı, bax, cansızın yəliyi öyrənmişik ki, whose-la verilə bilər, bir də of which-lə verilə bilər. Yadınızdadır? Əvəzlikdə cansızın yəliyi həm whose-la, həm də of which-lə verilir, amma insanın yəliyi ancaq whose-la verilir. Of whom deyilən yəlik, insanın yəliyi yoxdur. Sonra 27-ci sualda biz bu idiomları yerinə qoyuruq. Birinci cümləyə, birincini A-ya verəcəyik. In these challenging times, many families struggle to make ends meet as the cost of living continues to rise. Yine çətin bir dövrdür. Bir çox ailələr çalışır ki, make ends meet, yəni ki, maaşla, yəni bir ayın pulu ilə digər ayın pulu gələnə qədər özünü güclə dolandırmağa çalışır. Make ends meet özünü güclə dolandırmaq deməkdir. Çünki cost of living, yaşayış xərcləri, həyat xərcləri artmağa başlayır. Sonra 2-ni verəcək C-yə. The company decided to max out its advertising budget for the holiday season. Yəni ki, max out, yəni çox artırmaq deməkdir də. Reklama qoyduğu büdcəni artırmağa çalışdılar. Qərarına gəldilər. Max, maksimum sözünün qısaltmasıdır da. Yəni ki, maksimuma çatdırsınlar bu xərci, lap da çox eləsinlər həmin bu holiday season səbəbilə. Və üçüncünü də verəcək B-yə. It's important to live within your means to avoid financial stress and ensure a secure financial future. Yəni, gələcəkdə özünü maddi cəhətdən özünü təmin etmək üçün gərək bugün live within your means, ayağını yorğanına görə uzadasın. Yəni, xərclərinə diqqət eləyəsən ki, gələcəkdə pul barədə problem yaşamayasan, belə bir şey deyir. 28-də sifətin dərəcəsini qoymaq lazım. Burada asan yeri, baxın, nədir? To be. Yəni, boşluqdan sonra to varsa, orada 2 cür dərəcə qoya bilərik də. To, ya da enough to. Bax, burada to yoxdur, burada da yoxdur. Enough to, bunu saxlayaq. Bax, bu veri də götürə bilmərik. To, bunu da saxlayaq. C ilə Y variantının arasında qalırıq. Strong enough to be able to, bir də too strong to be able to. İndi, birinci tərəfdə much stronger, yoxsa strongly. Bu da lap asandır, çünki feel link verbdir. Link verb zərflə işləmir, sifətlə işlənir və Y variantı getir, qalır. C variantı belə. 29-da bizdə antonimlər istəyir. Baxın, initial, öncül, əvvəlki, öncəki deməkdir. Bunun antonimi sonuncu olacaq, elə final oldu, qutardı da. Innovative, yenilikçidir. Görüm. Başlayayım, burada hələ last da var. Last da sonuncudur, final da sonuncudur. Hər halda bunlar sonuncu deyil, bunlar çıxaq. D ilə Y variantı arasında qalırıq. Innovative, yenilikçidir. Solution həlli yoludur. Həlli yolunun antonimi açar antonim ola bilməz də. Nəyinsə həlli, nəyinsə açarı bir-birinin sinonim olur. Bir şey həll edirsən, onun konflikt problem yaratmaqdır. Həll etməklə problem yaratmaq bir-birinin antonim olur və former. Former əvvəlki deməkdir, ilk deməkdir. Innovative isə yeni deməkdir. Belə antonim verə bilərik ki, yəni biri var former əvvəlki, köhnə mənasındadır da. Əvvəlki və köhnə. Innovative isə yeniliklə əlaqədardır. Elə Y variantı olur burada cavab. 30-cu sualda definition'dır. Burada
wrinkle sözü məsələn asan bir sözdür, qırış deməkdir. O da a slight line or fold is something special fabric, yəni parçada və ya dəridə, yəni üz dərisində nəsə xətt varsa, qatı yeri varsa, odur qırışda. Yəni 2-yə D veririk. D olmayanlar bax bu gedir, bu gedir, bu gedir. Elə cavabı tapdıq. Yəni A variantı oldu. Obrisləri yoxla. Impuls. Impulsla götürür strong and unreflective urge or desire to. Impulsla hərəkət etsən, yəni anidən daxilən gələn nəsə bir şeydir də, impulsdur. Bilmirəm indi tərcüməsi necədir. Mən həmişə onu impuls kimi bilirəm, başqa tərcüməsi bilmirəm heç düzünü desəm. Currency puldur da, düzdürmü? Pul vahididir. O da olur A variantı, pul sistemidir, bəli. Indulgence-dakı nəyisə bağışlamaq, nəyisə yola vermək, nəyisə kəskin və kobud yanaşmamaq. Yəni, kiməsə qarşı yumuşaq davranmaqda görməzlikdən gəlməkdir. O da C variantı olur ki, when you allow or do not mind someone's failure or bad behavior, kiminsə pis hərəkətini, tərbiyəsizliyini vecinə almırsan və bunun baş verməsinə imkan yaradırsan, yəni kəskin yanaşmırsan. 31-də deyir ki, yiyəlik barədə səhv olan seç, o da D variantıdır. Elə 50 dollardırsa dollar cəmləməlidir də. Axı, money sayılmır, amma pul vahidlərinin adı var, dollar, rubl, nə bilim, manat filan filan. Onlar adi sayılan isimlərdir də. Yəni, bunun da qabağında 50 gəlibsə, dolları cəmləmək lazımdır. Sonra yiyəlik qoşmaq lazımdır. Obrislərdə baxın, problem yoxdur. Teams komandalardır. Biri Saranın, biri Tomun komandalardır. Kapitanın qərarıdır. Sonra the head of the statue cansızın yiyəliyidir və Y variantında child in the corners painting uşağın rəsmidir. Amma uşağın nəyi var burada? Küncdə dayanan uşağın rəsmləri. Görürsünüz, küncdə dayanan burada təyin gəlibdir. Biz buna postpositional attribute deyirik də, isimdən sonra gələn təyindir və ya phrasal possessivedir, fraza şəklində olan yiyəlikdir. Belə fraza şəklində olanda biz yiyəliyi həmin frazanın axırıncı sözü nədirsə ona qoşuruq. Yəni əslində uşağın rəsmidir, amma uşaq sözünün frazası var. In the corner onun frazasıdır. Ona görə də yiyəlik apostrof s hara qoşuruq? Frazanın sonuncu sözünə qoşuruq. 32-də the course dealt with the reckless driver who caused the accident. Burada deal with iş görməkdir də, həll etməkdir, iş görməkdir, hərəkətdir. Bu hərəkətə nə lazımdır? Zərf lazımdır. Zərf. Burada zərf yoxdur, bunu çıxırıq. So as deyilən şey yoxdur, not so as olmalıdır. To zat yoxdur, to olmalıydı. Və A-dakı more as də yoxdur. As, not as, not so as olmalıdır. More than ola bilərdi. Yəni, bir sözlə sadəcə bağlayıcıların köməyi ilə çıxırıq və cavab olur B variantı. Less severely than. Deal with hərəkətdir, zərf tərib eləyib severely və less müqayisədədir. Müqayisənin də göstəricisi nədir? Than. O da var orada. 33-də modalı qoymalıyıq. İndi D variantı olur cavab. Baxaq. You must not touch the hot stuff. It's very dangerous. Çox təhlükəlidirsə, demək bu qaynar şeyə toxunmamalısan. Olmaz. Qadağandır. Ona görə must not veririk. İkincidə he can't have finished reading the entire book in just one night. It's too long. Yəni çox uzun bir kitabdır. In one night, yəni bircə gecəyə mümkün deyil ki oxusun. Mümkün deyil ki oxuyub bitirmiş olsun. Can't have bu inkar əminliyidir. Yəni bilirəm ki bu çox böyük kitabdır, bir gecəyə oxuya bilməz. Deməli burada əminəm, özdə oxumadığına əminəm. İnkar əminliyi can't have. O biriləri niyə götürmürük? Baxın, birinci cümlədə asan idi də, qadağandır. Əl vurmaq olmaz. Needn't touch bu ehtiyac deyil deməkdir, qadağan deyil. Don't have to needn't-a bərabərdir. Bilir ki, have to təsdiqdə malıməlidir, vaciblikdir. Amma have to inkarda ehtiyac deyil deməkdir. Yəni, don't have to bərabərdir needn't-a. Yaxşımı? Couldn't touch. Bax, bu da qadağan deyil, qadağan mənasında deyil. Bu Y variantı da qadağan mənasında deyil. İkinci cümlədə nə oldu? İnkar əminliyi. Qutardı.
34-də cümləni tamamlamaq. The detective's keen intuition told. O detektivin güclü intuisiyası ona dedi ki, görürsüz told. İndi baş cümlə bitdi. Baş cümlə told feilindən bitdi, dedi. Nəyi? Filan şeyi. Demək feili təsirə feildir və özündən sonra nə tələb eləyir? Budaq cümlə. Özü də hansı budaq cümləsi? Tamamlıq budaq cümləsi. Birincisi, biz bilirik ki, till zətlə işləmir. Yəni, zət bağlayıcısına işləmir. Buna görə zət bağlayıcısı getdi burada. Bunlar bağlayıcıdır, ha. İşarə əvəzliyi olsaydı, zis, zət, zis, sus gələ bilər. Amma bu bağlayıcıdır. Bağlayıcı olduğu üçün zət bağlayıcısı gələ bilmir. İndi biz dedik ki, burada tamamlıq budaq cümləsi gəlməlidir. Budaq cümlənin özünün mübtəda xəbəri olmalıdır. Sonra indi baxın, Y variantı. Told him that the missing document had been concealed. Görürsüz, document mübtədadır, had been concealed onun xəbəridir. Yəni, burada həqiqətən də mübtəda xəbəri var, həqiqətən də budaq cümlədir. Yəni, mübtəda xəbər olmasaydı, o budaq cümlə adlana bilməzdi. Deyə bilərsiniz, bəs burada niyə zət işlənibdir? Tilldən birbaşa sonra zət gəlmir. Tilldən birbaşa sonra to gəlmir. Amma obyektdən sonra gedə bilər. Yəni, burada da him obyekti vardır. Told him. Told himdən sonra to gələ bilər. Obyektdən sonra zət gələ bilər. Obyektdən sonra problem yoxdur. Əsas odur birbaşa zət gəlməsin və birbaşa to gəlməsin. Deyə bilərsiniz, bəs B ilə C-ni niyə götürmür? Çünki, baxın, him that the missing document to be. Axı, biz bayaq dedik ki, verballar xəbər olmur. Yəni, burada xəbər yoxdur. C-də to conceal xəbər yoxdur. Xəbər yoxdursa, bu artıq budaq cümlə adlana bilməz. Bu cümlə deyil. Xəbər olmayan şey cümlə adlanmır. Burada isə told təsir feildir və özündən sonra tamamlıq budaq cümləsi tələb eləyirdi. 35-də indi burada conditional mood şərt budaq cümləsidir. Deyə bilərsiniz ki, moddursa nə bilim, yəqin keçmiş falan qoyuruq. Conditional mood ümumiyyətlə şərt cümləsidir. Yəni, fərqi yoxdur ki, o sırf o qeyri-reallıq bildirən olsun. Yəni, adicə zamanların içində də iflər conditionaldır. Zaman özü elə mooddur. Yəni, moodu keçməmişiksə, narahat olmayın, orada da gəlib çatanda öyrənəcəksiniz ki, zamanlar elə bütün feillər ümumiyyətlə modun içindədir. Yaxşımı? Yəni, mod sözü görəndə elə bilməyin ki, ancaq qeyri-real bir şey olmalıdır. Yox, adicə if cümləsidir. Ifdən sonra gələcəklər, bitmişlər olmaz. Bu gedir, bu gedir, bu gedir. Sonra burada görürük ki, have indiki zamandır. Sonra nə görürük burada? Yəni, ən azından görürük ki, bu cümlə indiki zamandadır. Buna görə D variantındakı keçmişlərə çıxır. Çünki bu, reallığı bildirən cümlədir. Yəni, hal-hazırda təbiətdə baş verən reallığı bildirir ki, tropik quşlar belədir, onların rəngləri belədir, sonra özünü gizlədirlər, potensial təhlükə olanda özlərini hansısa tüklərinin rəngi onları kamuflaj eləməyə kömək eləyir, gizlənməyə kömək eləyir bir sözlə. Yəni, təbiətdə baş verən reallıqdır. Burada keçmiş situasiya yoxdur ki, biz keçmiş qoyuq. Ona görə də ifdən sonra indiki, o biri tərəf indiki. Bu adlanır zero conditional. Zero conditional, yəni ki, ifdən sonra indiki, o biri tərəf indiki. Heç bir şəkilçidə qoşmuruq. 36-da equivalent seçirik. Equivalent sinonim deməkdir, bərabər deməkdir. Broadcast yayım etmək, transmission yayım etməkdir. Durable dayanıqlı, davamlı, enduring də davamlı, dayanıqlı deməkdir. Obrislərdən məsələn nə çıxa bilərik? Subtle zərifdir, dayanıqlı deyil. Delicate zərifdir. Sonra weak zəifdir, davamlı deyil. Bunlar antonimlərdir. Feeble sözü, bax onu axıra saxladım, çünki o da zəif deməkdir, amma feeble sözü dərslik sözlərinin içində yoxdur. O da məncə yoxdur. Yəni zəif deməkdir. Bizə isə nə lazım? Durable, dayanıqlı, davamlı, yəni güclü. 37-ci sual, yəni türk sayağı sual tiplərindən biridir. 5 dənə cümlə verilir, deyir ki, hansı cümlə mətnin gedişatında dəxlisizdir də. Irrelevant, yəni dəxlisiz və artıq deməkdir.
İndi baxın, cümlələrə bir-bir baxmalıyıq, görək ardıcıllıq necədir. Yəni burada ardıcıllıq qurmur, sadəcə gedişatı hansı pozur. Birincidə deyir ki, ə, deməli Avstraliyanın filan yerində 200 il əvvəl 10 milyon koala yaşayırdı. İkinci cümlədə deyir ki, evkaliptus yarpaqları onların əsas yeməyidir və plentiful, hə, bu çox idi, yəni keçmişdə çox idi. Sonra söhbət 200 il əvvəldən gedir də, 2 centuries ago. By the start of this century, bu əsrin əvvəllərindən bəri artıq bu meşələrin çoxu qırılıbdı, təmizlənibdi, 80 koala evsiz qalıbdı. Amma buna baxmayaraq hələ də gec deyil bu vəziyyəti düzəltmək və koalaları xilas etmək üçün gec deyil. Burada dəxilsiz cümlə, üçüncü cümlə olur ki, deyir 15 ildir ki, Devyellərlər, kimsə də alimlər də, hər kimdir, koalaları araşdırırlar, görək bunlar niyə yox olubdu. Niyə yox olmasını deyibdi də, baxın, meşələr qırılır. Burada 2 əsr əvvəl, bu əsrdən söhbət gedir. Burada əsr, amma üçüncü cümlə niyə dəxilsizdir? Burada əsrdən danışır, 2 əsr əvvəl və 1 əsr əvvəl, yəni nəsə əsrlərdən söhbət gedir. Amma bu cümlədə 15 ildən söhbət getdi. Birdən-birə dəxilsiz 15 il gəldi ortaya. Halbuki biz əsrlərdən danışırıq. Sonra bizdə 4-cü cümlədə deyir ki, meşələr qırılıb, koalalar meşəsiz qalıbdı da, evkalipsiz qalıbdı. Keçmişdə və plentiful evkaliplər çox idi, indi evkaliplər qırılıbdı. 3-cü cümlədə deyir ki, onların niyə yox olduğunun səbəbini araşdır. Axı səbəbi bilinir, ona görə də 3-cü cümlə hər tərəfli bizim mətnimizə lazımsızdır. İndi baxaq 38-də. Burada asan yer nədir? Deməli, some əvəzlikdir. Əvəzlikdən sonra azəs gəlmir, C gedir, azə gəlmir. Some more ola bilər, some azə ola bilər. Azədə yazıda da öyrənmişdik ki, başqa vəziyyətlərdən sonra az gəlin, o azə, eni azə, some azə, may azə, yəlik plus azə, bax bunlar. Sonra yollardan danışır, yollar nədir deyir. Yəni daha hansı nə yollar var? Burada məsələn who ilə verə bilmərik. Yollardan danışırsa kim yollar var deyə bilmərik. Nə yollar var və ya hansı yollar var deyə bilərik də, düzdürmü? Sonra Y variantında iç-C azə deyilən birləşmə yoxdur. İç-azə vananası var ancaq. Hamısını çıxdıq, bir dənə A variantı qalır. What are some other ways that animals communicate with each other? Yəni ways that, artıq burada isimdən sonra zət əvəzinin gəlməsi də burada zət nisbi olur. Başqa nə yollar var ki, heyvanlar bir-biri ilə communication qururlar? 39 rahat suallardan biridir. Deyir, negativ cümlədir və hansı cümlədə negativ söz səhv işlənibdir? İndi fikir verin. Had begun hardly. Hardly gör harda gəlibdir. Biz axı öyrənmişik ki, hardly notun işləndiyi yerdə işlənir. Yəni hardly nota bərabərdir. Ona görə də məsələn not hara qoyardıq? Had not begun. Düzdürmü? Deməli had not begun. Hardly-ni hara qoyacağıq? Notun yerinə. Had hardly begun. Bax belə olmalıdır. Notun gəldiyi yerdə hardly gəlir. Hardly əsas feildən əvvəl gəlir. Köməkçi feildən sonra gəlir. Amma hardly ilə hadın əsas fərqi odur ki, hard əsas feildən sonra gəlir. Hardly əsas feildən əvvəl gəlir. Bax, bu da A variantındakı səhv. Yerdə qalanlarda problem yoxdur. Məsələn, nanovsi birləşməsi düzdür. Scarcely had, sonra da keçmiş. Was no one verilibdir, törəmədi, heç nəsiz işlənibdir. Not a single days goes by when he doesn't think. Bax, burada düşünmüyor ki, 2 inkar səhvdir. Yox, bu mürəkkəb cümlədir. Görürsünüz, when-lə artıq budaq cümlə başlayır. Baş cümlənin özü inkar ola bilər, budaq cümlənin özü inkar ola bilər. 40-cı sualda kitab və onun müəllifi arasında by verilir. Books by Stephen King. Burada by olmayanları çıxaq. Bax, belə çıxdıq. Bir də ki, beside yanındadır. Besides bundan başqa bundan savay deməkdir. Yanında sözünü neyinirik ki, bizə savay lazımdır. Amma deyir ki, but
Besides his horror novels, he has also written some compelling works of non-fiction. Yəni ki, qorxu novellərindən də, qorxu əsərlərindən savayı başqa non-fiction əsərlər də yazıbdı. Yəni biz burada savayı qoymalıyıq. Beside yanında deməkdir. Yanında sözünü neyinirik ki burada? Belə olur Y variantı. Bu sınağın da axırına gəldik, çıxdıq. Növbəti sınaqda görüşənədək.